Bilirsiniz, Allah bizə deyir ki, yaxşıdan nümunə götür. Amma biz bu gün nədən nümunə götürürük? Baxın, yaxşı nümunələrdən əksəriyyəti müqəddəs kitabdadır. Özümüzə sual verin, mən axırıncı dəfə kəlamı nə vaxt oxumuşam ki, oradan da kimdənsə nümunə götürüm? Axırıncı dəfə nə vaxt oxumuşam? Axırıncı dəfə nə vaxt Allahın kəlamının üzərində düşünmüşəm? Axırıncı dəfə nə vaxt həyatımın nə cür olduğuna baxmışam? Bayaq dediyim kimi, görün, həyatımız nə gündədir, nə vəziyyətdədir ki, biz bugünkü gündə heç kimə deyə bilmirik ki, mənə oxşa. Bu şeydə heç olmasa mənə oxşa. Və gəlin baxaq, həyatımızda neçə faiz nə qalıb ki, biz deyək ki, bax, bu şeydə mənə oxşa. Çünki əksəriyyətimizin həyatı o vəziyyətə çatıb ki, oxşadmağa bir şey yoxdur. İmanlıqdan söhbət gedir. Ona görə də Rəbb bugün bizə deyir, həyatın dəyişməlidir.